Salam əziz abituriyentlər, situasiya suallarının, yəni 28, 29 və 30 nömrəli sualların izahını təqdim edirik. Situasiyada qeyd edilir ki, sizə təqdim olunmuş situasiyanı diqqətlə oxuyun və burada verilmiş məlumatlardan istifadə edərək 28-30 sayılı tapşırıqları yerinə yetirin. Son dövrdə iqlim dəyişikliklərində antropogen amillərin təsiri xeyli artmışdır. Buna əsas etibarilə sənayenin güclü inkişafı, enerji mənbələrindən geniş istifadə səbəb olmuşdur. Bu da iqlimin qlobal istiləşməsi probleminə gətirib çıxarmışdır. Bildiyimiz kimi atmosferdə istixana effekti yaranır. Bu səbəbdən də iqlimin qlobal istiləşməsinə səbəb olur. Antropogen amillərin təsirini azaltmaq üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də yanacaq növlərini ekoloji cəhətdən daha təmizləri ilə əvəz etməkdir. Məsələn, daş kömürü ilə işləyən müəssisə istilik vermə qabiliyyəti 9800 kilokalori olan A yanacaq növündən istifadə edərək daha səmərəli işləyə bilər. İndi burada 28 nömrəli sualda qeyd edir ki, mətnə əsasən problemin səbəb və nəticələrini müəyyən edib yazın. Hər birinə aid ən azı 2 nümunə qeyd edin. Deməli, buradakı əsas problem atmosferdə baş verən istixana effekti və buna bağlı olaraq dünyada baş verən qlobal istiləşmədən söhbət gedir. Biz qlobal istiləşmənin yaradan səbəbləri və həmən səbəblərin hansı belə deyək ki, xoşagəlməz nəticələrinə olduğunu nümunələrlə onun qarşısında qeyd etməliyik. Bildiyimiz kimi, atmosferdə istixana effektini yaradan əsas qazlar karbon dioksid, azot, metan qazları və florlu qazlardır. Deməli, bunlardan ən çox atmosferi çirkləndirən karbon dioksid yanacaq energetika sənayesindən istifadə nəticəsində, yəni yanan mənşəli faydalı qazıntılardan, yanacaq energetika sənayesinin məhsullarından istifadə nəticəsində daha çox atmosferə karbon dioksid atılır ki, bu da burada istixana effektinin yaranmasına və dolayısıyla qlobal istiləşməyə səbəb olur. Burada biz qeyd etmişik səbəbləri. Yanacaq energetikadan istifadə, yəni burada daş kömür, neft, təbii qaz və s. aiddir. Sənaye müəssisələrindən havaya atılan zəhərli qazlar, nəqliyyat vasitələrindən atılan zəhərli qazlar. İndi isə baxaq bunun yaratdığı nəticələr hansılardır? Deməli, istixana effekti yaranır. İstixana effekti yarandıqdan sonra yer səthinin orta temperaturu yüksəlir və buna bağlı olaraq daimi donuşluq sahələri əriyir, sahəsi azalır. Dünya okeanı səviyyəsi qalxır, sahil boyu ərazilər su altında qalır. Turşulu yağışlar yağır, atmosferin çirklənməsi, atmosferdə zəhərli tullantıların, ən çox da kimya sənayesinin məhsullarının atmosferdə toplanması və sonradan yağışlı nəticəsində turşulu yağışların yer səthinə düşməsi yerdə səhralaşma probleminin yaranmasına səbəb olur, bioloji kütlənin məhvinə səbəb olur ki, bu da hazırda ekoloji vəziyyəti daha da gərginləşdirməkdədir. 29 nömrəli sualda qeyd edir ki, mətnə əsasən daş kömürü əvəz edə biləcək A yanacaq növünü və ona aid olan xüsusiyyəti müəyyən edib cədvələ yazın. Bildiyimiz kimi şərt yanacaq vahidi 1 kiloqram daş kömürün yanmasından alınan enerjiyə bərabərdir, yəni 7000 kilokaloriyə. Bir şərt yanacaq vahidi 7000 kilokaloridirsə, 9800 kilokalori burada qeyd edilib. A yanacağının, şərt yanacaq, A yanacağının yandırılmasından əldə edilən enerji miqdarı
9800 kilokalori enerji bərabərdir X şərt yanacaq vahidinə. Və buradan alırıq 1,4 şərt yanacaq vahidi. Bildiyimiz kimi 1,4 şərt yanacaq vahidi təbii qazın şərt yanacaq vahididir. Deməli, A yanacaq növünü müəyyənləşdirdik. Təbii qaz. A yanacağından istifadənin səmərəliliyi, belə ki, həm yanacağa olan tələbat, yəni miqdarı daha az olacaq, daha az miqdarda yanacağa ehtiyac yaranacaq. Çünki təbii qazın istilik vermə qabiliyyəti daş kömürünün istilik vermə qabiliyyətindən daha çoxdur və təbii qazın atmosferə buraxdığı zəhərli qazlar daş kömürünə nisbətən daha az olduğu üçün atmosfer daha az çirklənəcək və bu təbii qazın daş kömürünə nisbətən daha səmərəli olduğunu göstərir. 30 nömrəli sualda qeyd edir ki, problemin yaranmasında daha çox iştirak edən ölkələri kontur xəritədə rəqəmlə qeyd edib adını yazın. Deməli, dünyada atmosferi ən çox çirkləndirən ölkələr birinci yerdə Çin dayanır. Belə ki, Çinin sənayesinin böyük olması, əhali sıxlığının çox olması və yanacaq energetikaya əsaslanan energetika müəssisələrinin fəaliyyət göstərməsi, ən çox da daş kömürlə işləyən energetika müəssisələrinin fəaliyyət göstərməsi atmosferin daha çox çirklənməsinə səbəb olur. İkinci yerdə ABŞ dayanır. ABŞ-ın da sənaye sahələrinin həcmi böyükdür, əhali sayı və o cümlədən nəqliyyatın intensiv istifadəsi atmosferin çirklənməsinə səbəb olur. Üçüncü yerdə Hindistandır. Hindistanda da əhalinin sıxlığı çoxdur, əhali sayı çoxdur və ən çox Hindistanda çirkli sənaye sahələrinin yerləşdirilməsi, o cümlədən özünün böyük miqdarda sənaye müəssisələrinin fəaliyyət göstərməsi orada atmosferin daha çox çirklənməsinə səbəb olur. Deməli, biz buradan Çin, ABŞ və Hindistanı nümunə göstərdik.